bütün dünyada dəbdə olan Suzuki Jimny, dağların o əfsanəsi, yüngül çəksi ilə, çox rahatçılıqla, bir çox maniyələrin öhdəsindən beşiklərə gələn bu avtomobili artıq yavaş-yavaş Azərbaycan altısa tanıyır. Bütün dünya tanıyırdı, bunu alırdı, sürürdü, sevə-sevə sürürlər. Çünki birinci növbədə maşın rama üzərindədir, ən birinci üstünlüyü. İkinci üstünlüyü isə arkada da və öndə də hər iki tərəfdə də mostdur. Yəni mostlandı. Onları mən videonun irəliləyən dəqiqəsində göstərəcəm. Təqdim etdiyimiz avtomobil Suzuki Jimny Sierra modeli 2016-cı il buraxılışdı. 1.3 4 silindirli sadə Dodge motorla təmin olunub. Sierra modeli necə ki Mercedeslərdə o Charlotte olurdu, BMW-lərdə M olursa bunun üst komplektasiyası, yəni sadə versiyası deyil. Avtomobilin görürsünüz təkərləri əla vəziyyətdədir. Priz qabiklərinə qədər üstündə durur. Zavodskoy disklərləndir. Alt hündürlüyü yetərincə yaxşıdır. Avtomat korobkadır. 2016 buraxılışdır və sükan mexanizmini sağdan sola keçirib, bura keçirib Azərbaycana göndərilir. Bəzən Perekitkaya bəzən müştərilər irad tuturlar, qardaşlar. Yəni, bugün ölkədə sürülən bir çox X-Trail'lər, Pajero'lar bilirsiniz ki, Perekitkadır, yəni sağdan sola keçirilmədi. Amma baxır kim keçirir, necə keçirir, harada keçirir. Avtomat korobkadır, kondisioner var, elektron razvodka sistemidir, maqnitofon, hər bir şey öz yerində. Salon ümumi olaraq səliqəlidir. Salon ümumi olaraq səliqəlidir və bu avtomobili qardaşlar Bakı təhvili Perekitka daxil cəmsi 6.000 dollara sizə göndərə bilərik özünə. Yeni almağa hələ ki əli getməyən, bilirsiniz ki biz yeni model Suzuki Jimny'lərdə sizə təklif edirik. Bu sırf ikinci əl almaq istəyənlər üçün bir təklifdir. Kimə maraqlı olsa vaxt itirmədən 055 834 34 05 nömrəmizdən əlaqə saxlaya bilərlər. Bir daha qeyd edirəm 055 834 34 05. Bundan əlavə olaraq stokumuzda hal-hazırda orta komplektasiyalı bir Jimny'miz də var. Onun isə Bakı təhvil qiyməti cəmsi 4500 dollardır. Onunla bağlı da qeyd olunan nömrəni əlaqə saxlaya bilərsiniz. O da 2016'dır. Bir də onu qeyd edim ki, bax bu hava çıxışı deyil. Bu sadəcə aksesuar xarakteridir. Amma sizə dediyim o 4500 dollar olanda turbo olduğu üçün bu yəni realdır. Bunda isə aksesuardır. Yəni bu maşının sırf özündə aksesuardır, amma digər Jimny modellərində turbo olanlarda isə o real funksiya daşıyır.